Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ba'd. Allah subhanahu ve teala Ali İmran suresinin 185. ayetinde buyurur ki: Kullu nefsin zâikatul mevt. Her bir nefs ölümü tadacak. Ve innemâ tuvaffavne ucûrakum yevmel kıyâmeh. Femen zuhziha anin nâri ve udkhilel cennete fekad fâz. Ve mel hayâtud dünya illa meta'al gurur. Allah Teala buyurur ki, her bir kəs ölümü tadacak. Ve sizin əcirləriniz heç bir eksiklik olmadan sizə qovuşacaq. Kim oddan uzaqlaşıb cənnətə qovuşdularsa, elə budur əsl qazanc. Dünya həyatı isə aldanışdan, aldadıcı ləzzətdən başqa bir şey deyil. Bizim dünyadaykən gələcəyimiz son mənzil bax budur. Dünyadaykən bizim son yerimiz bax budur. Ona görə fikir verin, bu insanlar da vaxtıyla bizim kimi əyləniblər, gəziblər, yaşayıblar. Onların da mənzilləri olub, evləri olub, ailələri olub. Kimisi varlı olub, kimisi kasıb olub. Və bax buna baxmayaraq, onların gəldikləri mənzil, gəldikləri yer bax budur. Ona görə də insan nə etməlidir? İnsan bunu fikirləşməlidir. Hər daim öz əməllərində, öz həyatında. Bu yeganə reallıqdır ki, dəyişməyən bir şeydir. Ne olursan ol. Varlı olsan da, kasıb olsan da, cavan olsan da, qoca olsan da, güclü olsan da, zəif olsan da. Baxın, bunların arasında Allah Teala bunlara rəhmət eləsin. Bunların arasında elə insanlar var idi ki, zamanında onlar nə edərdilər? Onlar varlı şəxslər idilər. Lakin onların o varları, dövlətləri bu aqibətdən onları xilas edə bilmədi. Ölümdən onları xilas edə bilmədi. Və sən də ey Adəm oğlu, ey müsəlman, sən də öləcəksən. Sənin də gələcəyin yer torpağın altı olacaq. Ta ki qiyamət gününə qədər. Ona görə hər dəfə əməllərində bu yeri fikirləş. Hər dəfə əməllərində əməl etməmişdən qabaq öləcəyini fikirləş. Fikirləş ki, sən də bunların arasında olacaqsan. Sənin də üzərinə belə bir torpaq atılacaq. Səni də ziyarət edib, sənə adınla yox, o ziyarət edildikdə qəbir əhli olaraq, qəbirsanlıq əhli olaraq müraciət olunacaq və sənə də salam veriləcək. Baxın, bunlar hal-hazırda biz yer üzərindəyik. Allah Taala'nın bizə verdiyi həyatı yaşayırıq, fürsəti yaşayırıq. Kimisi bunu dəyərləndirir, kimisi isə hələ də qəflətdədir. Hələ də qəflətdə və günahlar içərisindədir. Ona görə baxın, bunlardan hər birini bir dəfə olsun həyata qayıtmaq imkanları olsaydı nə istəyərdilər Allah'tan? Fikirləşin. 2 rükət namaz qılmaq, Allah'a ibadət etmək. Lakin onlar qayıda bilməzlər. Onlar Allah'ın onlara vədinin haqq olduğunu daddılar. Kimisi buna iman gətirərək həqiqəti gördü. Kimisi iman gətirmədi, inanmadı, xurafat sandı qəbir həyatını, öləcəyini tədarik görmədən. Lakin hər iki halda da onlar artıq haqqı tapdılar. Ona görə hər dəfə qəbirstanlığı ziyarət edəndə fikirləş, ölümü xatırla. Hər əməllərindən əvvəl ölümü xatırla. Fikirləş ki, sən də öləcəksən. Və nəinki bunlara heç bir şey dünyadaykən, heç bir əməlləri, heç bir var dövlətləri, oğlatları, uşaqları heç bir şey fayda vermədi. Verməyəcək. Baxın, bu qəbrin sahiblərinə bunlara yeganə indi fayda verəcək şey nədir onların qəbirlərində? Baxın, əməlləri ilə baş-başa qalıblar. Kimisi Allah Taala'nın ona bəxş etdiyi nemətlə nemətlənir, ruzilənir. Kimisi isə günahlarının qarşılığını görür. Allah'tan diləyirəm ki, Allah Taala bizi bu həqiqətlə yaşayan qullarından etsin. Və hər daim nəsib etsin ki, bizə bu ölümü gözümüzün qabağında olan qullardan etsin. Hər əməlimizdə, qardaşlar, bu həqiqəti biz gözdən qaçırmamalıyıq. Dünyanın aldadıcı ləzzətləri bizə bu həqiqəti, qorxulu olsa belə, bu həqiqəti unutturmamalıdır. Allah'tan diləyirəm ki, Allah Taala bizə husnul xatimə versin və o günün şiddətindən, dəhşətindən, ölümün dəhşətindən qorusun və qəbirdə olarkən, əməllərimizlə baş-başa qalarkən o pis əməllərimizin bizi narahat etməsindən, əzaba düçar etməsindən qorusun. Allah Taala bizi qəbirdə olarkən salih əməllərimizlə baş-başa qalıb Allah'tan ruzilənən qullarından etsin. Allahümme amin. Esselamu aleyküm ve rahmetullah.